Deməli, siz 10 minlik, 10 min dollarlıq fon verirlər, sizdən tələb eləyirlər. Biz sizi bu 2 dəfə test eləyirik. Birinci testimizdə siz hesabın 5%-ni itirmədən, günlük 5%-ni, ümumi də 10%-ni itirmədən birinci etapda 10% qazanmalısınız. Yəni 10 min dollarda siz 500 dollar itirmədən, 1000 dollar qazanmalısınız. İkinci etapda da 500 dollar itirmədən 500 dollar qazanmalısınız. Ondan sonra biz sizə real 10 min dollarlıq hesab veririk. Bu real 10 min dollarlıq hesabda da nə qazansaz 80% sizin, 20% də şirkətindir. Yəni siz əslində 150 dollar ödəməklə, 149 dollar ödəməklə 1000 dollarlıq, 10 min dollarlıq real götürəndə itirmə şansınıza görə hesablayıram. 1000 dollarlıq hesab əldə eləmiş olursunuz.